Hər kəsə salam. YouTube kanalıma və növbəti vloquma xoş gəlmisiniz qızlar. Bugün sizinlə həftə sonu vloqu paylaşıram. Videonun əvvəli qəribə gələ bilər. Niyə çılçıraqları çəkirəm qızlar? Çünki bugün çılçıraqların təmizliyini eləmişəm. Artıq bunu bitirmişəm. Digərinə keçəcəm. Bilirsiniz ki, bu yaxınlarda evdə qonaqlıq olmuşdu və çöldən stol gətirmişdik. Hələ o stolu çıxardıb geri yerinə qoymamışıq. Mən də bundan istifadə elədim. Elə birbaşa stolların üzərinə çıxıb çılçıraqları təmizlədim. Əslində ev nərdivanımız var, amma mən ondan istifadə eləyə bilmirəm qızlar, çünki fobiyam var. Amma stolun üstündə çıxıb rahat təmizliyimi etdim, düşdüm. Bir stəkan çay içdim. Uşaqlar da günorta yeməklərini yedilər. Yoldaşım işdən gəldi. Çoxdandır nəzərdə tutduğumuz, planladığımız bir işin dalınca getdik. Bilirsiniz ki, biz biraz şəhər kənarında yaşayırıq, Mərdəkanda yaşayırıq. Yəni Şağanla üzbəyiz olan hissə, belə deyim. Bizə ən yaxın idman kompleksi Şağan Olimpiya İdman Kompleksidir. Düşünürdük, çoxdan planlayırdıq ki, uşaqları idmana yazdıraq. Mehrini gimnastikaya artıq yəni dəqiq idi fikrimiz. Amma Uğuru hələ ki tam qərarlaşdırmamışdıq. Onun da qərarını verəndən sonra uşaqları gətirdik, artıq yazdırdıq. Dediyim kimi Mehrini gimnastikaya, Uğuru isə kickboxinqə yazdırdıq. İnşallah ki, növbəti həftədən artıq məşqlərə başlayacaqlar. Qışda biraz təxirə saldıq soyuğa görə, amma artıq havalar tam açılıbdır, isinibdir. İdmanda bilirsiniz ki, çox lazımlıdır. Əslində üzgüçülük də istəyirəm. İnşallah alınsa yayda da düşünürəm ki, 3 ay, 4 ay heç olmaya üzgüçülüyə gedərlər. Getdik. Uşaqların adlarını yazdırdıq. Bəzi sənədlər var, onları alacağıq, onları rahatlamaq lazımdır. Və evə qayıtdıq qızlar. Evə qayıtdıq, deməli, ondan öncəki günü qaynanam toyuq budlarını bastırma eləyib, soyuducuya qoymuşdu. Sarımsaq, soğan, kəklik otu, mayonez, ketçup, yəni belə deyək də, marinə eləmək üçün əlinə nə gəlmişdisə, hamısından istifadə eləmişdi və çox gözəldir, dadlı da alınır. Həmişə demək olar ki, bu üsulla eləyir, yəni toyuq ətini çox dadlı eləyir. Onları yığdım sobanın listinə. Mənim ən çox sevdiyim ümumiyyətlə qızlar soba yeməkləridir. Ələxüsus da yayda. Niyə? Yəni qazın kənarında istidə durub bişirməkdənsə, elə hamısını soba listinə yığıb sobaya göndərmək ən gözəlidir, ən rahatıdır. Bu yeməyi ümumiyyətlə evdə uşaqlar daha çox sevirlər. Bilirsiniz də, yəni uşaqlar biraz toyuq ətini, quzu ətidir, sonra mal ətidir, buna nisbətən daha çox sevirlər. Düzdür, biz hər daim broiler toyuğu almırıq qızlar. Çox nadir hallarda alırıq. Bilirsiniz ki, yəni kənd çolpaları da məsəl üçün kababdır, soba yeməkləri edəndə, yəni yaramır da. O ancaq biraz sulu halda olan yeməklərə yarayır. Sonra tovlama deyirlər, o tərz olan yeməklərə yarayır. Ona görə, yəni onu sobada eləmək alınmadığı üçün biz də ara sıra uşaqların istəyinə uyğun olaraq broiler toyuğu alırıq. Bu səfər ancaq budlarını almışdıq. Yəni başqa hissəsi yox idi. Uşaqlar da budu ümumiyyətlə sevirlər. Və yanına tərəvəz eləyəcəm qızlar. Açığı həmişə kartoşka ilə eləyirdik, amma bu səfər əlimə atdım, gördüm ki, artıq bəzi badımcanlar, belə deyim də, xarab olmağa doğru gedirlər. Düşündüm ki, elə onları da dəyərləndirim. Biraz kartoşka elədim. Köhnə kartoşka da var idi, təzə kartoşka da var idi. Onları soydum, belə iri hal doğradım. Yəni elə bir kartoşkanı ikiyə böldüm, vəssalam. Sonra biber doğradım. Bir də dediyim kimi xarab olmağa üz tutmuş badımcanları doğradım. Elə gördüyünüz kimi bastırma etdiyimiz qabda biraz da yəni
o bastırmaya belə deyim də bulaşdırdım. Duzunu, istiotunu, sarı kökünü, yəni ədviyyatlarını, istədiyimiz ədviyyatları vururuq təbii ki. Hamısını qatandan sonra toyuq ətlərinin arasından bir-bir yığmağa başladım. Bilirəm ki, bəziləriniz fikirləşəcəksiniz ki, yəni qeyri-sağlam qidadır. Həm broilerdə, həm də ki, sobada bişir. Amma yəni ara-sıra yemək olar. Təbii ki, onsuz da filedən istifadə eləyirik. Yəni file də broiler toyuğunun belə deyək də sinə hissəsidir. Yəni heç bir fərqi yoxdur. Dediyim kimi mütəmadi olaraq istifadə etdiyimiz bir şey deyil. Yəni nə vaxt soyuducunu buzluğa açsaq, orada deyim həmişə yəni broiler toyuğu olur, yox. Adətən ümumiyyətlə həyətimizdə saxlayırıq. Yəni toyuqlarımız var, çolpalarımız var. Adətən onu yoldaşım kəsir, yəni ondan istifadə eləyirik. Amma mənim özümdə bir xüsusiyyət var ki, qızlar, mən diri ikən gördüyüm canlının ətini heç vaxt yeyə bilmirəm. İstər yanımda inək kəsilsin, istər qoyun kəsilsin. Yəni ki, toyuq, yəni heç cürə onların ətini dilimə vura bilmirəm. Ona görə ümumiyyətlə evdəkilər çalışırlar ki, çolpa da olsa bazardan alsınlar. Amma bəzən təbii ki, həyətimizdən də kəsirik. Dediyim kimi mütəmadi də olmasa ara-sıra broiler toyuğundan da istifadə eləyirəm, qızlar. Deməli, hamısını yığdım soba listinə gördüyünüz kimi və üzərinə gətirdim. Biraz yağ kəsdim, yağ doğradım, qoydum. Bu arada qızlar, bugün evləri də yığışdırmışam. Sadəcə olaraq vlog çox da uzun olmasın deyə. Çox da uzatmaq istəmədim, belə deyim. Düzdür, işlərimin bir qismini öncəki gündən görmüşdüm. Amma əsas işlərim demək olar ki, bugünə qalmışdı. Yeməyi hazırladım, verdim sobaya. Evdən çıxarkən paltarları maşına atmışdım. Qara paltarları idi. Yəni qara, biraz rəngi tünd paltarları idi. Onları da çıxardıb aparıb sərəcəm. Artıq gətirmişəm yuxarı. İstəyirəm mansard hissəyə sərim, çünki orada da bilirsiniz ki, bizim ipimiz var. Bir dəfə çəkib göstərmişdim. Bugün, daha doğrusu bugün yox, ondan öncəki günü qış paltarlarımızı yumuşdum, qızlar. Həm qış, yəni qalın kurtka, palto, bu tərz paltarları, həm də ki, yaz boyu geyindiyimiz paltarları yumuşdum. Amma tam qurumamışdılar, dedim onlar qurusunlar. Digər paltarları da qaldırdım, yuxarı sərdim. Otaqları da bir-bir belə çəkdim sizə göstərmək üçün. Dediyim kimi təmizliyini etmişdim. Bir də yəqin son vloqlarımda görmüsünüz, qızlar. Mən evə parfüm sıxıram. Yəni qoxu olaraq, iyi olaraq. İstifadə etmədiyim parfümləri bu şəkildə istifadə eləyirəm. Dolaba da qoyuram, paltarlara da sıxıram. Yəni istifadə etmədiyim deyəndə də ki, bəzən olur ki, ətirlərin iyisindən insan bezir, artıq üzərində istəmir də o iyi. Və mən elə olanda atmıram, dərhal atmıram. Bu şəkildə istifadə eləyirəm. Ona görə də mən həmişə ətir alanda aşağı milli, yəni 30 milli olanı alıram. Çox sevdiyim ətirdirsə, onun 50 millisini alıram, qızlar. Heç vaxt 100 milli istifadə etmirəm, çünki biraz iyilərdən çox tez bezənəm. Dediyim kimi, amma bu şəkildə dəyərləndirirəm, evdə istifadə eləyirəm. Yuxarıdakı sanitar qovşağı, oranı da təmizləmişdim, hamısını. İşlərimi də tez bazar görmüşdüm. Yəni günün birinci yarısı artıq bütün işlərim yekunlaşmışdı. Daha sonra qızlar sizə yeni çantamı göstərim. Əslində bu vloqu qızlar çoxdan çəkmişəm.
1-2 həftə olar ki, çəkmişəm. Sadəcə olaraq paylaşım eləyə bilmirdim. İşlə bağlı olaraq semestrin sonudur, işlərimiz çoxdur, dərslərim artıq çox yüklənib. Yəni tələbələrlə mütəmadi olaraq imtahana hazırlaşırıq. Ona görə mütəmadi olaraq vloqları yükləyə bilmirəm, amma əslində əlimdə çəkdiyim, yəni vloqlar, videolar da var. Hə, dediyim kimi yeni çantamı göstərəcəm sizə. Deməli, bu çantanı Amerikadan sifariş etmişəm qızlar. Instagramda Farsayiş Brand Shopping belə bir səhifə var və o səhifəni mənim iş yoldaşım idarə eləyir. Çantanı artıq 1 ayda sifariş etmişdim. Yəni əlində olan çantalar da var. Səhifəyə nəzər salsaz Instagramda da, TikTokda da səhifəsi var. Yəni əlində olan çantalar da var, amma mənim istədiyim çanta əlində yox idi və sifariş etdik. Sifariş zamanı jest eləyib mənə belə bir məktubda yazdırıbdı iş yoldaşım. Merci Aysel yazılıb fransız dilində, yəni alışılmış dildə merci Aysel deyək. Yəni heç məktubdan xəbərim yox idi. Firma bu cürnə jest eləyə bilirmiş. Yəni istədiyiniz arzunu filan yazdırmaq olarmış. Bu da çantanın özüdür. Bu arada qızlar Michael Kors firmasıdır. Elə firma dedim, amma adını demədim. Michael Kors'un çantasıdır. Çox da böyük deyil, mini çantadır. Rəngi də gördüyünüz kimi qara rəngdir. Keyfiyyətinə təbii ki, söz ola bilməz. Çox yəni yaxşıdır. Açılan, bağlanan zamok deyək də, o hissəsi tam normal yaxşı işləyir. Ələxüsusda mən çantalarda həmişə yüngüllüyə fikir verirəm, ağırlığa fikir verirəm qızlar. Yüngül çantadır, yəni təbii ki, balaca bir çantadır. Çox gözü yoxdur. İçərisində bir ədəd gözü var, bir də qarşısında bir ədəd gözü var. İçində pasportu filan hər bir şeyi, yəni qaydasında gəlmişdi. Qulp hissəsini də qısaldıb uzatmaq mümkündür. Yəni necə istəyirsiniz, o cür də istifadə eləmək olar. Gündəlik də götürmək olar. Toyluq deyil, düzdür, amma məsəl üçün gündüz ad günləri, gündüz kokteylləri belə gedəndə də istifadə etmək olar. Qiyməti də 135 manatdır qızlar. 135 manata almışam, amma yəni o pula da dəyər çantadır, belə deyək. Çantamı da göstərdim sizə. Daha sonra yeməyimiz hazır oldu, yeməyimizi yedik və günün əsas məsələsi təbii ki, dərs məsələsidir qızlar. Düzdür, vloq 6-cı gün çəkilib, amma müəyyən dərslərini oğurun artıq 6-cı gündən elətdirirəm ki, bazar günü çox işimiz olmasın. Müəlliməmiz də həyat bilgisi dərsindən belə bir tapşırıq vermişdi. Yəqin ki, uşaqları ibtidai sinifdə oxuyanlar məni çox gözəl başa düşərlər. Belə deyək, apteçka yığmalıydılar da, yəni əcza, belə deyək, qutusu yığmalıydılar. Mən də belə bir take away qabım var idi. Onu sildim, təmizlədim, verdim. Dedim, bunun içinə yığaq, bunu da belə deyək, dəyərləndirək. İçinə pambıq, bind, karvalol, nə bilim, yod, zilyonka, Santa Fe gördüyünüz kimi maska, bu kimi şeylər qoyduq. Buna aparıb məktəbdə müəlliməyə göstərəcək. Mövzuları da əsasən zəhərlənmələr zamanı, yəni ilkin yardım, ilk tibbi yardım, onu öyrədirlər uşaqlara. Dedim, gəl qutunun üstünə bir dənə də belə qırmızı rəng üstəgəl işarəsi qoyaq. Yəni tibbin işarəsidir də bu. Düzdür, konkret olaraq adı nədir bilmirəm qızlar, amma mən elə üstəgəl deyirəm. Kəsdi, özü kəsdi, daha doğrusu mən çəkdim, o kəsdi və dedim üzərinə yapışdıraq. Artıq bir dərsimiz də eləmiş olduq. Bununla da günü bitirdim qızlar, çox yorulmuşdum. Uşaqlar getdilər yatmağa, mən də bir stəkan çay içib dincəldim. Günün yorğunluğunu elə çıxartdım.